Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasım biokimyaçı, dietoloq və nutrisioloq kimi də fəaliyyət göstərirəm. Sabiram Wellness şirkətində təlimçi kimi və ekspert kimi çalışıram. Hər həftə bizim fərqli mövzularda təlimlərimiz olur və bu gün də əlbəttə ki, e, yeni bilgilər əldə edəcəyik. Bugünkü təlimimizin mövzusu şirkətimizdə dəfələrlə bu mövzulara toxunmuşuq, təlimlər keçirilibdir. SPF haqqındadır. SPF haqqında çoxumuz müəyyən bir məlumatlara əlbəttə ki, sahibik. Lakin bugünkü təlimimiz son illərdə aparılan araşdırmalar haqqında olacaqdır ki, SPF haqqında bilmədiklərimiz yeniliklərə toxunacağıq. Çünki bilirəm ki, sizlərə də dəfələrlə insanlar tərəfindən bəzi suallar var ki, onların cavabını tapmaqda çətinlik olur. Çünki SPF haqqında müzakirələr son illərdə çox fərqlidir və sosial şəbəkələrdə fərqli-fərqli insanların çıxışlarında insanlar həqiqətən də çaşbaş qalır ki, mən bu SPF-i işlətməliyəm, necə işlətməməliyəm və bu günləri əlbəttə ki, təlimimizdə bu sualların hər birini cavabını inşallah tapacağıq. Və son zamanlar hətta belə deyim ki, e, dermatoloqlar, ümumiyyətlə onkoloqlar, yəni həkimlər demək olar ki, dəridə olan əsas problemi daha çox günəş şüasına, yəni 80% günəş şüalısı ilə əlaqələndirirlər. Və ona görə də bu günləri biz günəş şüasının bizə necə təsiri haqqında dərin mexanizmini hər birinin izahını verəcəyik. SPF haqqında bildiklərimiz də var, bilmədiklərimiz də var, əlbəttə ki. SPF insanların ən çox yalnız günəşdən qoruyan bir krem kimi hər kəs onu tanıyır. Yəni əvvəllər həqiqətən də belə idi. Yəni sadəcə günəş yanıqlarından qoruyan bir vasitə kimi tanınırdı. Və lakin son zamanlar insanların daha çox qırışa, ləkələnməyə məruz qaldığını gördülər və çoxlu araşdırmalar aparırlar və sübuta yetdi ki, ümumiyyətlə fotoyaşlanmanın qarşısını alan bir vasitə kimi və ən önəmli dəri xərçənginin böyük hissəsinin qarşısını alan bir vasitə kimi SPF tanındı. Ümumiyyətlə SPF son zamanlarda, son bu bir neçə ildə bir anti-age məhsul kimi tanınır. Hətta ümumiyyətlə akneli xəstələrə belə, yəni dəridə gedən nə qədər patoloji hal varsa da mütləqdir ki, məhsulun biri SPF olmalıdır. Yəni ona görə hal-hazırda son araşdırmalar bunu göstərir ki, SPF hər gün istifadə olunmalı bir məhsuldur. Gəlin baxaq ən önəmli günəş şüaları dəridə yaratdığı təsirlər. Və bəlkə də bu təlimdən sonra artıq SPF bizim həyatımızda ən önəmli yer alan məhsullardan birinə çevriləcək. Çünki həqiqətən də bu şəkildədir. Günəş şüaları dəriyə necə təsir edir? Hətta burada şəkil də qoymuşam gördüyünüz kimi. Ümumiyyətlə günəş şüalarının özünün təsir uzunluğu var. Və təsir uzunluğu da dəriyə fərqli təsirlər edir. Ultrabənövşəyi UVB olan ultrabənövşəyi şüa, günəşin şüası ümumiyyətlə 280-320 nanometr təsir edir. Yəni o nə deməkdir? Bax şəkildə də görə bilərsiniz. Bu bizim dərimizin üst qıtıdır və bizə təsir edən UVB dalğası, yəni bura qədər gördüyümüz kimi üst təbəqəyə qədər bizə təsir edir. Və bu zaman nə baş verir? Bu zaman günəş yanığı, yəni dəri yanır. Əslində dəri yanır, bəli, yenilənə bilər hansısa bir məhsullarla, lakin bu yanan zaman hüceyrə zədələnir. Hüceyrənin DNT-si zədələnir. Hətta belə bir araşdırma da oxumuşdum ki, əvvəllər sadəcə dəri xərçəngini yaradan günəş şüası sadəcə UVB idi. Lakin son araşdırmalar göstərir ki, hər iki günəş şüası bizim dərimizdə DNT-ni zədələdiyi üçün, hüceyrə bölünə bilmədiyi üçün, sərbəst radikal çoxaldığı üçün və dəri xərçəngi əmələ gəlməsi daha da çoxalır. Və ona görə burada
ən önəmli məsələ, proses nədir ki, bu hər iki şüanın dəriyə olan təsirini düzgün anlamaqdır. Yəni bu UVB günəş dalğası bizim üst qatımıza təsir edir və həmin üst qatımızı yandırır. Və ona görə də SPF-lər məhz buna görə hesablanır. Məsəl üçün 15-dir, 50-dir, 30-dur. Həmin bu dalğanın uzunluğuna görə hesablanır. Bir də var günəş dalğası, UVA günəş dalğası. Bunun uzunluq nanometri isə 320-dən 400 milli nanometrə qədər uzanır. Görün bu nə deməkdir? Yəni bu hissədən düz dərimizin hansı hissəsinə qədər keçid edir. Yəni günəş şüası həmin bu 400 nanometr uzunluqda olan uzunluq bizim görün hansı hissəmizə qədər keçir. Artıq bu hissədə kollagen var, fibrosatlar var. Məhz onlara təsir edir. Və ona görə də biz SPF seçərkən sadəcə yanmanı nəzərdə tutmamalıyıq. Məhz burada həm hüceyrə zədələnməsi birinci növbədə, həm kollageni bax bu şüalar vasitəsilə parçalanması və ən önəmli pigmentasiyanın artması. Pigmentasiya necə artır? Bu günəş şüalarına daim məruz qaldıqda orada dəri bir qoruma funksiyasına keçərək dərinin melanositləri həmən sintez olmağa başlayır ki, dəri özünü qorusun. Və bu şəkildə daim məruz qaldıq. Axırda orada bir ləkələmə, yəni yığıntı kimi görsənir. O da bizdə ləkə kimi büruzə verir. Əslində bu prosesin yaranması bir günə baş vermir. Yəni bir günə kollagen parçalanmır, bir günə insan dərisində qırışlar baş vermir, pigmentasiya bir günə baş vermir. Bunlar yavaş-yavaş, yəni illərin yığıntısı nəticəsində baş verir. Artıq biz bunu dəridə görəndə və biz təşvişə düşürük və başlayır ki, bizim dərimizdə artıq ləkələnmə başlayıb, pigmentasiya başlayıb. Əslində ilk olaraq bizim başa düşəcəyimiz mexanizm budur ki, ultrabənövşəyi şüalar bizim dərimizə təsir edir. Hətta biz ofisdə otura bilərik, ev şəraitində ola bilər. Yəni pəncərədən belə bizim həmin bu günəş şüasına məruz qalırıq və ona görə də mütləqdir ki, bunu biz nəzərə alaraq SPF-i düzgün şəkildə istifadə etməliyik və xərçəng hüceyrələrinin yaranması məhz bu günəş şüalarının sayəsində baş verir. DNT zədələnir. Yəni dəridə olan hüceyrələr zədələnir və daim zədələnməyə məruz qaldıqda və burada yenilənmə baş vermir və mutasiya baş verir. Yəni hüceyrə bölünür. Və ona görə də ki, mütləqdir ki, biz həyatımıza SPF-i daxil edək. Ümumiyyətlə SPF necə işləyir? İnsanlar çox zaman SPF-i sadəcə bir örtük kimi nəzərdə saxlayırlar. Yəni SPF-i çəkdim üzümə, bu bir örtükdür. Günəş şüaları dərimizə keçid etmir. Əslində SPF-lərin tərkiblərində bilirsiniz ki, filtrlər var. Filtrlərin əsas işi nədir? Biz günəş şüasına məruz qaldıq və günəş şüası bunun bir hissəsini udur. Lakin udduğu hissəni istiliyə çevirir. Digər hissəni isə onu geri qaytarır və ümumiyyətlə DNT zədələnməsi azalır. Və sizlərdən xahişim, bizim insanlara ən çox çatdıracağımız proses nədir? Yəni SPF-i bizim ən önəmli istifadə etməkdən məqsədimiz dəridə olan hüceyrənin DNT zədələnməsidir. Hər dəfə məruz qalan hüceyrədə ümumiyyətlə zədələnmə baş verir. Yəni artıq hüceyrənin gücü çatmır ki, o daim zədələnən hüceyrəni bədəndən təmizləyə bilsin və bunlar da əlbəttə ki, sərbəst radikallardır. Hal-hazırda dünya bazarında müasir SPF-lər çıxıbdır. Hal-hazırda bizim şirkətdə olan SPF də müasir SPF sırasına daxildir. Müasir SPF-lərdə nələr dəyişib? Gəlin baxaq. Müasir SPF-lərdə, yəni bizim şirkətdə olan SPF də həmçinin bu siyahıya daxildir, yenə deyirəm. Sırf tərkibində filtr yoxdur. Bu bizim işimizi daha da yaxşı edir. Yəni filtr yoxdur. Tərkibində nə var? Tərkibində digər bitki ekstraktları, digər vitaminlər var ki, həmin prosesdə bizə daha da köməkçi
əlimizdən tuta bilsin. Və ondan əlavə müasir SPF-lərin tərkibində demək filtrlər var ki, bunlar sabit filtrlərdir. Bunlar nə deməkdir? Foto sabit, yəni dəridə uzun müddətli qalır və günəş şüasını uzun müddətli əks etdirə bilir. Və hal-hazırda şirkətdə olan yeni gələn məhsulumuz SPF-in tərkibində olan bu filtrlər fotosabit filtrlərdir ki, bunlar da dəriyə heç bir ziyan vermədən dəridə uzun müddətli qala bilir. Və üstünlükləri nədir? Üstünlükləri biz dedik ki, DNT zədələnir. Hüceyrə mutasiya uğrayır. Sərbəst radikal dəridə çoxalır. Artıq hüceyrənin gücü çata bilmir. Bu zaman bizə bəzi bitki ekstraktları var ki, onlar lazımdır ki, bunlar orada antioksidant rolu oynasınlar və sərbəst radikalları dəridən təmizlənsinlər. Hansı ki, şirkətdə olan məhsulun tərkibində əlbəttə ki, yaşıl çaydır, betaindir. Bunların işi güclü antioksidant olmaqla sərbəst radikalları dəridən təmizləyir. Və əlavə nə var? Əlavə müasir standartlara uyğun olaraq ən önəmli tərkibində pantenolla Centella var. Centella haqqında çox danışmışam və həmişə də belə deyim, əsas tərkib hissələri analiz edəndə mənim üçün ən önəmli bitkidir ki, Centella. Çünki ümumiyyətlə o dəridə hansısa bir iltihabi bir proses varsa onu sakitləşdirir. Yəni alovlanmanın qarşısını alır. Və burada da istər-istəməz günəş şüasına biz məruz qalırıq. Dəridə bir qıcıqlanma bir prosesi baş qaldıranda sentelladır, pantenol sayəsində bunlar yavaş-yavaş sönür. Yəni hal-hazırda şirkətdə olan müasir SPF-lər standartlara uyğun və bizim köməyimizə çatan SPF kimi işini görür. Ə, Bir də bu məhsulu qoymaqda məqsədim ondan ibarətdir ki, hörmətli əməkdaşlar, burada diqqətli olmağınızı istəyirəm ki, bəzən insanlar, yəni dəfələrlə mənim də rastıma çıxıbdı ki, hansısa məhsulun tərkibində SPF var, artıq mənə SPF lazım deyil kimi cavablarla üzləşirik. Lakin burada nəyə biz diqqət etməliyik? Şirkətdə olan Xprada Platinum seriyasından olan SPF 15 bu məhsulu istifadə ediriksə də bunun əsas məqsədi gündüz kremidir və gündüz kremi günəş şüasına məruz qaldığımız üçün əlavə bura 15 SPF əlavə olunubdur. Və burada PA-in də əsas rolu, yəni UVA ultrabənövşəyi şüaya məruz qalmamaq üçündür. Bu məhsulu istifadə məqsədi, yəni yaratma məqsədi xüsusilə gündüz kremi olduğu üçün tərkibindəki olan əsas bitki peptidləri, niatinamid, anti-age komplekslər, bunların əsas məqsədi dəridə anti-age mexanizmini stimullaşdırmaqdır. Və SPF də burada ona köməkçi maddədir ki, dərini ümumiyyətlə günəşin yanmasından, kollagenin parçalanmasından qoruyur. Lakin burada dəqiq olmalı, proses nədir ki, insan burada diqqətli olmalıdır. Mən bunu istifadə etmirəm, yəni günəş kremi artıq mənə ehtiyac yoxdur, xeyr. Əgər bu məhsuldan istifadə edənlər varsa da və yaxud da kiməsə tövsiyə ediriksə də, biz bununla yanaşı əlbəttə ki, digər SPF-i də, yəni bu SPF-i də istifadə etməliyik. Xüsusilə də yay ayları artıq yaxınlaşıbdır və ona görə iki SPF-i bir yerdə istifadə etmək bizim işimizi daha da müsbətə doğru aparır. Yəni bu iki SPF-in ikisini də mütləqdir ki, bir yerdə istifadə etməliyik. Yəni əgər bəli, yox biz ev şəraitində isə də, məsəl üçün bu gün heç bir yerə çıxmayacaqsa da, bəli, onda sadəcə Xprada Platinum seriyasından olanı gündüz zamanı istifadə edirik. Yox, əgər biz bayıra çıxırıqsa da, yenə vurğuluram, xüsusilə yay ayları gəlibsə də, yəni iki məhsulu bir yerdə istifadə etmək bəlkə daha məntiqlidir və daha yaxşı nəticə əldə etmək üçün iki məhsul birgə istifadə olunmalıdır. Bu günləri danışacağım əsas məsələlərdən araşdırmalar haqqında olacaqdır. Çünki insanları son zamanlar
Bəzi suallar var ki, onlar narahat edir və sizlərin də əlbəttə ki, bilməyini istədiyim bu məsələlərin cavabını bu günləri bu araşdırmalar əsasında sizlərə təqdim edəcəm. SB vitamin D haqqında bəzi bilgilər var. Xüsusilə bunu dəfələrlə, hətta belə deyim, 2024-2025-ci ilin araşdırmalarında oxumuşam ki, yəni sizlərə də təqdim edirəm ki, bəzən olur ki, insanlara belə bir fikir gəlir ki, mən SPF istifadə etmirəm, çünki mənim bədənimdə vitamin D yaranmır. Bəli, biz bilirik ki, vitamin D daha çox günəş şüaları vasitəsilə bədəndə sintez olunur. Lakin araşdırma aparılmışdı və SPF istifadə edən insanlarda vitamin D sintezi davam edir. Yəni insanlar bu kremi laboratoriya şəkillərində nə qədər qalın çəkiblər və əlbəttə ki, bunlar bizə ultrabənövşəyi şüaların təsir etdiyi şüa ilə vitamin D sintezindən heç bir əlaqəsi yoxdur. Yəni SPF vitamin D-nin çatışmamazlığının əsas səbəbi deyil. Yəni ona görə bu fikirlər tamamilə yanlışdır. Digər araşdırma haqqında sizlərə bildirmək istəyirəm və ən önəmli dəri ləkələri, pigmentasiya meyli olan insanlara xüsusilə bunu ötürməyinizi istəyirəm. 2025-ci ilin bir araşdırması var idi və göstərmişdilər ki, SPF testləri laboratoriyada miqdarlarını araşdırma etmişdilər. Hal-hazırda belə bir nəticəyə gəlmişdilər ki, ümumiyyətlə SPF real həyatda insanların gündəlik lazım olan SPF-in miqdarını real həyatda istifadə edənlərin 25%-ni çəkirlər. Yəni bizə 2 milliqram kvadrat santimetr qalınlığında lazım olan SPF gün ərzində insanlar onun 25%-ni, yəni 1/4-ni istifadə edirlər. Əlbəttə ki, biz nə qədər ideal bir SPF seçsək də, ümumi olaraq tərkibi çox ideal olsaq da, əgər onun miqdarı düzgün şəkildə çəkilmirsə də, biz ondan nəticə ala bilmərik. Miqdarı, məsəl üçün, bu şəkildə insanlara tövsiyə edə bilərik ki, necə miqdarı biz ayarlaya bilək. İki barmaq qaydası var ki, baxın şəkildə də qoymuşam. İki barmaq qaydası nədir? Bu iki barmaq uzunluğunda biz SPF götürürük və əlbəttə ki, bu SPF miqdarını sonra üzümüzə, boyumuza nöqtə şəklində tətbiq edirik. Nöqtə şəklində tətbiq etdikdən sonra yüngül masajla dərimizə yayırıq. 15-20 dəqiqə gözləyirik və ondan sonra isə əlbəttə ki, biz digər vasitələri tətbiq edə bilərik. Ümumi miqdarı götürdükdə isə mütləqdir ki, bu ölçü qədər olmalıdır. Yenə deyirəm, nə qədər ideal SPF olsa, əgər biz onun miqdarını düzgün istifadə etmiriksə də, əlbəttə ki, nəticə çox aşağı ola bilər. Digər araşdırma nə deyir? Bu da çox yeni bir araşdırmaydı və araşdırmada xüsusilə SPF-i daha güclü edən bitki ekstratlarıdır. Bunu niyə qoymuşam? Çünki hal-hazırda bilirik ki, şirkətdə SPF bir Exprada Platinum seriyasından olan SPF var. Tərkibində SPF 15 və bir də hal-hazırda yeni gələn SPF-imiz var ki, SPF 30. Məhz onların tərkibində bitki ekstraktları çox yüksək şəkildədir və bu da əlbəttə ki, yeni araşdırma ilə şirkətdə olan SPF-in baxışları üst-üstə düşür və ona görə bitki ekstraktları SPF-in gücünü daha da artırır. Yəni burada məhz biz sırf yəni ultrabənövşəyi şüaları bloklamaqla yanaşı, yenə deyirəm, sərbəst radikalları da yadımızdan çıxartmamalıyıq. Çünki sərbəst radikalları neytrallaşdırmaq üçün bizə antioksidana, bitki ekstraktlarına ehtiyac var. Məhz burada da əsas məqam nədir? SPF seçərkən bəzən olur ki, hətta bunu da vurğuluyum, insanlar sadəcə SPF 50 axtarırlar. Yəni dəfələrlə olur. Tərkibinə baxmadan SPF 50 şəklini, rəqəmini görürsə də artıq bu ideal bir SPF-dir. Xeyr, elə bir şey yoxdur.
SPF alarkən onun hansı filtrlərdən ibarət olduğu, tərkibindəki olan köməkçi maddələr, bitki ekstraktları varmı, yoxmu, mənim dərimə necə təsir edir, bunlar mütləqdir. Yəni SPF sırf 50 ilə mən ideal SPF-ə sahibəm, fikri çox yanlışdır. Və ona görə biz burada hər bir şeyi nəzərə almalıyıq. Bunu bu demək təlimi hazırlayarkən mütləq dedim ki, çünki yaxınlarımda, ətrafımda dəfələrlə bu mövzu haqqında müzakirələrim olubdu və dedim ki, mütləqdir ki, SPF haqqında təlim keçəndə mütləqdir ki, bu hissəyə də toxunacağam. Ümumiyyətlə SPF bəzən olur ki, insanlar yəni artıq bir xərc kimi dəyərləndirirlər. Yəni onun mənə yəni artıq bir xərc kimi, yəni belə bir fikir formalaşır insanlarda. Lakin SPF istifadə etməməyin qiyməti gələcəkdə çox böyük xərcə gətirir, çıxardır. Əgər bir insan SPF istifadə etmirsə də, əlbəttə ki, bir müddətdən sonra yeni ləkələr, daha çox qırış və ən önəmli kollagen zəifliyini biz burada müşahidə edəcəyik. Və 40 yaşından sonra daha çox ləkələnmə, daha çox pigmentasiya bu zaman baş verir. Səbəb çünki kollagen lifləri artıq bu neçə il ərzində zəifləyir və əlbəttə ki, pigmentasiya dəri elastinliyi də azaldığı və dəri yenilənməsi də azaldığı üçün daha tez müşahidə olunur. Və artıq 40 yaşından sonra insanlarda mən dərimə baxmalıyam bir fikri formalaşır və İnanın ki, bu prosedurların qiymətləri o qədər yüksəkdir ki, və o qədər uzun müddətli getməlidir ki, bu prosedurlardan və dəridən bir nəticə alsın. Və ən önəmli nədir ki, çox mənim üçün bəzən olur gülməli gəlir ki, və bu prosedura gedən xanımlar, yəni bu ləkələrin açılması üçün lazer prosedurlara gedən insanlar və ondan sonra deyirlər ki, mənim dərimə SPF lazımdır. Və bunlar daim, çünki o lazer prosedurundan çıxandan sonra hansısa dermatoloqlar, kosmetoloqlar bunlara SPF-in nə qədər önəmli olduğunu anladırlar və onlara və təkidlə deyirlər ki, sən əgər bu prosedurdan sonra SPF istifadə etməyəcəksən, yenə həmin nəticə olacaqdır. Və insanlar ondan sonra ayrılırlar. Çünki həddindən artıq böyük xərcləyiblər, maddiyyat həddindən artıq böyük xərclərə gətirib çıxardıbdır və bu zaman insanlar başlayırlar SPF istifadə etməli. Və ona görə də əgər biz vaxtında SPF-i həyatımıza daxil etsək, əlbəttə ki, 40 yaşından sonra böyük məbləğdə pul xərcləməyə ehtiyac olmayacaqdır. 2026-cı ildə sonra artıq 2026 deməzdim, hətta 2025-dən sonra artıq SPF-lər sadəcə günəş qoruyan bir krem deyil. Ümumiyyətlə SPF-lər anti-age bir məhsul sayılır. Ümumiyyətlə anti-pigment məhsul sayılır. Və ən önəmli DNT-nin qoruyucusudur ki, dəri xərçənginə biz yaxalanmayaq. Təlimimizin sonuna gəldik, hörmətli əməkdaşlar. Sonunda bunu demək istəyirəm ki, bu təlimdən sonra istəyirəm ki, hər birinizdə belə bir fikir formalaşsın ki, mənim hər gün dərimə edəcəyim ən yaxşılıq SPF istifadə etməkdir. Çünki inanın ki, biz hər gün tətbiq elədiyimiz bu məhsulu illər sonra dərimiz bizə geri qaytaracaqdır. Çünki dərimiz bizlə ömür boyu yaşayır və əlbəttə ki, biz ona qulluq etmək bizim borcumuzdur. Və ümid edirəm ki, ən önəmli şirkətdə olan bu məhsulların nə qədər dəyərli olduğunu biləsiniz və insanlara ən önəmlisi nədir ki, məsləhət görərkən insanlara biz onu təqdim edərkən onların hansı standartlara uyğun olduğunu başa salasınız. Hər birinizə təşəkkür edirəm. Hər birinizə ayrı-ayrı bu təlimdə vaxt ayırıb qoşulduğunuz üçün xüsusilə təşəkkür edirəm və ümid edirəm ki, bu təlimdən sonra hər biriniz dərinizə qiymət verəcəksiniz. Sizə xoş gün, sağlam gün arzu edirəm. Çox sağ olun, təşəkkür edirəm.